Evdə olan ərzaqlardan elə dadlı kotlet hazırladım ki, nə ət axtaracaqsınız, nə də başqa bir şey. Gəlin birlikdə hazırlayaq. Əvvəlcə 4 ədəd qabaq, yəni qabaqçı, 2 kartofu və 1 böyük soğanın qabığını soyub təmizləyirik. Mən sarımsaq da əlavə etdim. Zövqə görə əlavə etməyə də bilərsiniz. Kızarır kotlet, mis gibi rengi, etli bürüyür bütün evi. Bir tadına bak, pişman olmazsan, sade reseptir, sever herkes. Kızarır kotlet, mis gibi rengi. Yuyub hazırladığımız tərəvəzləri növbə ilə sürtkəcdən keçiririk. Əvvəlcə qabaqçını sürtkəcdən keçirdim. Ayrı qaba tökdüm. Üzərinə biraz duz səpdim ki, suyunu yaxşıca buraxsın. Bir neçə dəqiqə gözlədikdən sonra artıq suyunu əlimizlə yaxşıca sıxacağıq. Kızarır kotlet, mis gibi rengi, etli bürüyür bütün evi. Bir tadına bak, pişman olmazsan, sade reseptir. Kartof və soğanı sürtkəcdən keçirib eləcə suyunu sıxıb qaba əlavə edirik. Üzərinə yarım dəstə reyhanı xırda doğrayıb əlavə edirik. Duzlanmış qabaqçının suyunu yaxşı sıxırıq. Topladım bir tat kattım sevgiyle her birine. Kabak, kartof, İndi isə bütün tərəvəzləri bir qaba yığaq. lezzet doldu bugün süfremize. Kızarır kotlet, mis gibi rengi, etli bürüyür bütün evi. Bir tadına bak, pişman olmazsan, sade reseptir, sever herkes. Üzərinə 2 ədəd yumurta əlavə edək. Ardınca üzərinə yarım çay qaşığı qara istiot, yarım çay qaşığı sarı kök və 4 xörək qaşığı un əlavə edib hamısını yaxşıca qarışdırırıq. Qeyd edim ki, kabağın üzərinə əvvəlcədən duz səpdiyim üçün bu mərhələdə əlavə duz istifadə etmirəm. İndi isə bütün ərzaqları yaxşıca qarışdırırıq. Birlikte pişir, birlikte paylaş, ne var onu pişir, hiç vaxt dayanmaz.
Kızarır kotlet, mis gibi renk. İndi isə başlayaq bişirməyə. Tavanı yaxşıca qızdırıb, üzərinə biraz duru yağ əlavə edirəm. Yağ da qızdıqdan sonra kotletlərimizi bişirməyə başlayıram. Sade reseptir, sever herkes. Kızarır kotlet, Əvvəlcə kotletləri əlimlə forma verib tavaya düzürdüm. Amma sonradan gördüm ki, qarışığı qaşıqla tavaya qoymaq həm daha rahatdır, həm də daha tez alınır. sade reseptir, sever herkes. Evde ne var? Topladım bir bir, tat kattım sevgiyle her birine. Kabak, kartof, göğerti birlikte, lezzet doldu bugün süfremize. Kızarır kotlet, mis gibi rengi, etri bürüyür bütün evi. Bir tadına bak, pişman olmazsan, sade reseptir, sever herkes. Kızarır kotlet, mis gibi rengi. Budur, tərəvəz kotletlərimiz hazırdır. Çox dadlı, yumuşaq və hazırlanması da çox asandır. Yay, qış fərq etməz. İlin bütün fəsillərində rahatlıqla bişirə bilərsiniz. Siz bu kotletləri necə hazırlayarsınız? Maraqlı reseptlərinizi şərhlərdə bizimlə paylaşın. Mütləq yoxlayaram. Kanalı bəyənməyi, şərh yazmağı və abunə olmağı unutmayın. Yayda olar, qışda olar, bu ləzzətin vaxtı olmaz. Birlikdə bişir, birlikdə paylaş, nə var onu bişir, heç vaxt dayanmaz. Kızarır kotlet, mis gibi rengi, etri bürüyür bütün evi. Bir tadına bak, pişman olmazsan.